ulaşan bir kardeşlik, zor günde omuz omuza duran can yoldaşlık Recep Tayyip Erdoğan ve Azərbaycan Cumhurbaşkanı İlham Aliyev. Ötən gün Azərbaycan-Türkiyə münasibətlərində böyük önəm daşıyan növbəti tarixi hadisəyə şahidlik etdik. 2 il öncə baş verən dəhşətli zəlzələdən sonra öz küllərindən yenidən doğan Kahramanmaraş şəhərində Azərbaycan məhəlləsinin açılışı baş tutdu. Bu hadisə Azərbaycan-Türkiyə əlaqələrinin tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlərə əsaslandığını bir daha bütün dünyaya nümayiş etdirdi. Azərbaycanın dəstəyi ilə qurulan bu məhəllə artıq sarsılmaz qardaşlığın rəmzinə çevrilib. Kahramanmaraş'ta kurulan Azerbaycan Mahallesi de sadece konutlardan müteşekkil bir yapı değil. Tarihe kazınmış bir vefa ve şükran abidesidir. Bunun altını çiziyoruz. Azerbaycan kardeşimiz felaketin ilk gününden beri yanımızda oldu. Enkazdan can kurtardı, yaralılarımıza merhem oldu. Azerbaycan ve Türkiye kardeşliğinin bir benzeri asla bulunamaz dünyada. Bununla iftihar ediyoruz. Ve bundan dolayı Azerbaycanlı kardeşlerimize minnettarlığımızın altını bir daha çiziyorum. 2023-cü ilin fevralında Türkiyədə baş verən və əsrin faciəsi adlandırılan dəhşətli zəlzələdən dərhal sonra Azərbaycan dövləti və xalqı qardaş ölkənin yanında oldu. Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, həkimlər və könüllülər zərər çəkən ərazilərə ezam olundular. Humanitar yardımlar göndərildi. Qardaş ölkəyə dəstəyimiz bununla bitmədi. Çox keçmədi ki, İlham Əliyevin göstərişi ilə Kahramanmaraşda Azərbaycan məhəlləsinin inşasına start verildi. Bugünə qədər bəlkə də biz daha çox siyasi, diplomatik, hərbi sahələrdə əlaqələrin dərinləşməsindən danışırıqsa, dünənki mənzərə artıq deməyimizə əsas verir ki, bu həm də humanitar dəyərlər üzərində formalaşmış bir əlaqələrdir. Bugün dünyada gərginliklərin, konfrontasiyaların daha da dərinləşdiyi, artdığı, arealının genişləndiyi bir vaxtda Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri bütövlükdə dünya üçün nümunə xarakteri daşıyacaq münasibətlərdir. Bütün bunlar Azərbaycan və Türkiyə qardaşlığının ağır günlərdə bir-birinə dayaq olmağın, dostluq və həmrəyliyin əyani nümunəsidir. Daha geniş mənada isə həm sözü gedən layihə, həm də göstərilən bütün yardımlar bütövlükdə Türk dünyasında qardaşlığın və birliyin möhkəmlənməsinin əyani sübutudur.